Ay qız hədə, oğlan məni görüb, bəyənib. Bəyənməsə onda niyə desin ki, görüşək? Harda qaldı bu qızı? O Məhəmməd. Necəsən qardaşım? Keyfin əhvalın? Sağ ol, yaxşıyam, sən necəsən? Bu nədir bəzən düzənlisən? İllər sonra qızla görüşə gedirəm qardaşım. Həmişə kimi kostyumu geyinmisən. Görüşə gedirəm. Bir dəqiqə gözlə oğlana yazım, görüm hardadır. Sonra danışarıq. Tamam. İnternetdən tanış olmuşam da qardaşım. Fikfokda. Lap yaxşı eləmisən. Zəng gedir, deyən. Məhəmməd hardasan? Tamam, gəlirəm mən də ora. Çatırsan, yaxşı. Tamam, yaxşı. İndi gələcəm, elə gəlib çıxmayıb, nə bilim. Yarım saatdır burada gözləyirəm. Gələr də, gələr. Salam Məhəmməd, necəsən? Səsərlə gəlir. Məhəmməd? Mən telefonla gəldim. Nə oldu? Siz məni görmürsünüz? Hardasan ay Sevər? Burada aşağı baxa bilərsiniz. Sevər sənsən? Bəli, mənəm. Fikfokda belə deyil idin sən. Sən mənə dedin ki, mən səni bəyənirəm. Mən qələt eləyərəm, sosial platformadan qızla tanışılaram. Mən səni bəyənmədim, mən gedirəm. Bir dəqiqə gözlə. Gözləyirəm. Bayaqdan sən danışırsan, qoymursan mən danışım. Bu arada mən də sənin tipini bəyənmədim, heç tipini də. Bəyənmədim. Siz bekar mısınız beyefendi? Hə, bekaram mən. O zaman gedə bilən çay çək, kofe. Gedək. Tut əlimdən tut da. Əlindən tutmaq istəmirəm. Elə çıxır axı, hə?